Claude Achille Debussy 1862-ci ilin 22 avqust tarixində Paris yaxınlığında Saint-Germain'də anadan olmuşdur. Onun valideynləri musiqini sevsələr də əsl professional sənətdən uzaq idilər. Gələcək bəstəkar üçün erkən uşaqlıq dövrünün təsadüfi musiqi təəssüratları bədii inkişafa az kömək edə bilərdi. Onlardan ən parlaqları opera tamaşalarında iştirak idi. Yalnız 9 yaşdan başlayaraq Debussy fortepianoda ifaçılıqla məşğul olmağa başlayır. Claude'un qeyri-adi istedadını görən ailəyə yaxın olan pianoçu qadının təkidləri sayəsində valideynləri uşağı 1873-cü ildə Paris konservatoriyasına gətirirlər. Bu tədris müəssisəsi 19-cu əsrin 70-80-ci illərində gənc musiqiçilərin təhsilinin ən konservativ və mühafizəkar metodlarının istinadgahı idi. Konservatoriyanın direktoru, Paris Kommunasının musiqi komissarı onun dəf edilməsi zamanı güllələnən Salvador Daniel'dən sonra musiqi təhsili məsələlərində olduqca dar düşüncəli adam, bəstəkar Ambroise Thomas olmuşdur. Konservatoriyanın müəllimləri arasında görkəmli musiqiçilər Frank, Delib, Giro və s. var idi. İmkan daxilində onlar Parisin musiqili həyatında hər yeni hadisəyə, hər bənzəri olmayan ifaçı və bəstəkar istedadına dəstək verirdilər. İlk təhsil illərinin çalışqanlığı Debussy'yə solfeggio üzrə illik mükafatlar gətirirdi. Solfeggio və müşayiət siniflərində ilk dəfə onda harmonik dövrlərə, müxtəlif və mürəkkəb ritmlərə maraq oyanır. Onun qarşısında harmonik dilin rəngarəng, koloristik imkanları açılır. Debussy'nin pianoçu istedadı olduqca sürətlə inkişaf edirdi. Artıq tələbəlik illərində onun çalğısı daxili məzmunluqla, emosionallıqla, nüans incəliyi ilə, səs palitrasının nadir müxtəlifliyi və zənginliyi ilə fərqlənirdi. Lakin onun dəbə uyğun zahiri virtuozluq və parlaqlıqdan uzaq ifaçılıq stilinin müxtəlifliyi, konservatoriyanın müəllimləri və Debussy'nin həmyaşıdları tərəfindən lazımı tanımaya səbəb olmurdu. İlk dəfə 1877-ci ildə Schumannın sonatasının ifası üçün mükafata layiq görülür. Konservatoriya tədrisinin mövcud metodları ilə Debussy'nin ilk ciddi toqquşması harmoniya sinfində baş verir. Debussy'nin müstəqil harmonik təfəkkürü harmoniya kursunda hökmran olan ənənəvi məhdudiyyətlərlə barışa bilmirdi. Yalnız Debussy'nin kompozisiya müəllimi, bəstəkar Giro əsl mənada öz şagirdinin meyllərini diqqət yetirir və bədii estetik baxışlarına dəstək verirdi. Debussy'nin artıq 70-ci illərin sonuna və 80-ci illərin əvvəlinə aid olan ilk vokal əsərləri onun istedadının özünəməxsusluğunu aşkarlayırdı. Hələ konservatoriyanı bitirənə qədər Debussy Rus mesanatı Von Meck'in dəvəti ilə özünün Qərbi Avropa üzrə ilk xarici səyahətini həyata keçirərək 1881-ci ildə Rusiyaya gedir. 1883-cü ildə Debussy bəstəkar kimi böyük Roma mükafatına qazanmaq üçün müsabiqələrdə iştirak edir. Növbəti ildə o Sərsəri Oğul kantatasına görə bu mükafatı qazanır. Bu əsər hələ bir çox cəhətlərinə görə fransız lirik operasının təsirini öz üzərində daşısa da, ayrı-ayrı səhnələrin əsl dramatizmi ilə seçilir. İncəsənətdə yeni cərəyanlarla yaxınlaşmaq, bədii aləmlə öz əlaqələrini və tanışlıqlarını genişləndirmək istəkləri Debussy'ni hələ 80-ci illərin axırında, 19-cu əsrin sonunda böyük fransız şairi və simvolistlərin ideya başçısı Stefan Mallarmın salonuna gətirir. Çərşənbə axşamlarında Mallarmın yanında görkəmli yazıçılar, şairlər, rəssamlar, Fransanın müasir incəsənətində müxtəlif cərəyanları təmsil edənlər yığışırdılar. Burada Debussy onun 80-90-cı illərdə yazdığı vokal əsərlərin əsasını təşkil edən mətnlərin müəllifi olan yazıcı və şairlərlə tanış olur. Onlardan
Paul Verlaine'in sözlərinə mandolina, ariettalar, Belçika peyzajları, akvarellər, ay işığı misal ola bilər. Eyni zamanda Charles Baudelaire'in sözlərinə 5 poema, Pierre Lucy'nin sözlərinə Billetisi'nin mahnıları misal ola bilər. 90-cı illərdə Debussy'nin təkcə vokal deyil, həm də fortepiano və xüsusilə simfonik musiqi sahəsində yaradıcılığının çiçəklənməsinin birinci mərhələsi baş verir. Fauna günorta sonrası istirahətçi prelüdü 1892-ci ildə Stefan Mallarmın poeması əsasında yazılmışdı. Mallarmın əsəri bəstəkarı ilk növbədə bürkülü gündə gözəl nimfalar haqqında xəyala dalan mifoloji varlığın parlaq təsvirinə görə cəlb edirdi. Debussy'nin 1897-99-cu illərdə yazdığı Nocturnlər kimi görkəmli simfonik əsəri təmkinli münasibətlə qarşılanır. Nocturnlər də Debussy'də həyati real bədii obrazlara meyllərin güclənməsi əks olunur. Debussy'nin simfonik yaradıcılığında ilk dəfə canlı janr lövhəsi və rənglərlə zəngin təbiət obrazlarının musiqili təcəssümü əks olunur. 90-cı illər ərzində Debussy özünün yeganə tamamlanmış operası Pelléas və Melisande üzərində çalışır. Bu əsərdə müəllifin bütün diqqəti qəhrəmanların qolu, onun arvadı Melisande, Qolunun qardaşı Pelléasın incə psixoloji nüanslarının və həyəcanlarının dəqiq verilməsinə cəmlənmişdi. Opera 1902-ci ildə 30 aprel tarixində Komik Opera Teatrında tamaşaya qoyulmuşdu. Parlaq ifaya baxmayaraq opera geniş auditoriyada əsl uğuru qazana bilmir. Təqid qərəzlə yanaşaraq ilk tamaşadan sonra kəskin və kobud hücumlara yer verilir. Yalnız bir neçə böyük musiqiçi bu əsərin əhəmiyyəti haqqında qiymətli rəylər söyləyir. 1901-ci ildə Debussy'nin həyatında əlamətdar hadisə baş verir. O, professional musiqi tənqidçisi olur. Onun ən əhəmiyyətli məqalələri 1914-cü il Cənab Kroş Antidilettant adlı kitabda nəşr edilir. Dinin tənqidi fəaliyyətinin daxili ziddiyyətlərinin və bəzi bir tərəfliliyinin cizgiləri Händel, Gluck, Schubert və Schumann kimi bəstəkarların tarixi rolu və bədii əhəmiyyətinin lazımi səviyyədə qiymətləndirilməməsində özünü göstərir. 900-cü illər bəstəkarın yaradıcılıq fəaliyyətinin ən yüksək mərhələsidir. Debussy'nin bu dövrdə yaratdığı əsərlər yaradıcılıqda yeni tendensiyalardan və ilk növbədə simvolizm estetikasından geri çəkilmədən xəbər verir. Bəstəkarı daha çox janrlı məişət səhnələri, musiqili portretlər və təbiət lövhələri cəlb edir. Yeni mövzu və sujetlərlə birlikdə yaradıcılıqda həm də yeni stilin cizgiləri əmələ gəlir. Grenadada axşam, Bağlar yağış altında, Sevinç adası kimi fortepiano əsərləri buna sübutdur. Bu əsərlərdə Debussy musiqinin milli mərhələləri ilə möhkəm əlaqəni aşkar edir. Musiqinin texniki imkanlarını daha da genişləndirir və bir səs müstəvisi çərçivəsində dinamik çalarların incə dərəcələnməsində istifadə olunur, yaxud kəskin dinamik təzadlar rolunu oynayır. Debussy'nin 900-cü illərdə yazdığı simfonik əsərlər içərisində dəniz və məşhur İberiyanın daxil olduğu obrazlar qeyd olunur. Dəniz suitası 3 hissədən ibarətdir. Dənizdə sübhdən günortayadək, dalğaların oyunu və küləklərin dənizlə söhbəti. Dəniz mövzusunda yazan bəstəkarlardan fərqli olaraq Debussy öz əsərində sujetli deyil, yalnız mənzərə və koloristik vəzifələr qoyur. Müharibənin başlanması Debussy'də vətənpərvərlik hisslərinin yüksəlməsinə səbəb olur. Bu illərdə yazılan əsərlərdə vətənpərvərlik mövzuları üstünlük təşkil edir. Qəhrəmani Laylay, Sığınacağı olmayan uşaqların Milad bayramı mahnısı, 2 fortepiano üçün yazılan Ağ və Qara suitasında Debussy imperialist müharibənin dəhşətləri ilə bağlı öz təəssüratlarını bildirmək istəyir. Fransanın odası və Jeanne d'Arc kandidatası həyata keçməmiş qalır.
Debussy yaradıcılığının son illərində əvvəllər onda rast gəlməyən müxtəlif janrları görmək olur. Kamera vokal musiqi sahəsində Debussy'də François Villon, Charles Orleanskinin və digərlərinin qədim fransız poeziyasına meylləri aşkar edilir. Həyatının son 10 illiyi ərzində Debussy'nin bədii nailiyyətləri xüsusilə fortepiano yaradıcılığında olmuşdu. Uşaq guşəsi, oyuncaq qutusu, 24 prelüd, 4 əli üçün 6 antik epiqraf, 12 etüd. Uşaq guşəsi, fortepiano suitası Debussy'nin qızına həsr olunmuşdu. Debussy'nin yaradıcılıq yolunun layiqli tamamlanması kimi onun fortepiano üçün yazdığı 2 prelüd dəftərini hesab etmək olar. Burada bəstəkarın bədii dünya görüşünün, yaradıcı metod və stilinin sanki ən səciyyəvi və tipik tərəfləri cəmlənmişdi. Silsilədə Debussy'nin obrazlı poetik sferası diapazonu yer almışdı.